Əgər akne danışa bilsəydi, insanlara sizcə hansı mesajı verərdi? Məni sıxma. Bütün yeniyetmə dövrlərdə əksər insanlarda bu yaranır. Ona əl vurduqca daha da yayılma, çoxalma. Akne ilə barışmaq mümkündürmü sizcə? Yəni sizin kimi aknedən illərdə və yaxud yaxın bir zamanda belə deyək, əziyyət çəkən insanlara tövsiyəniz, məsləhətiniz nə ola bilərdi? Məncə barışmaq mümkün deyil. Bu insanda kompleks yaradır. Hər bir halda yaradır. Mənə elə gəlir ki, ilk başdan artıq müalicəyə başlamaq lazımdır. Onun çıxma səbəbini tapmaq lazımdır. Və siz neçə il əziyyət çəkirdiniz? Mən gənclik dövrlərindən əziyyət çəkirəm. Yeniyetməliyə keçən dövrlərdən müəyyən müalicələr aparılıb, dermatoloqa, kosmetoloqa müraciət etmişəm. Müəyyən müddət sönmə, enmə baş verib, sadəcə sonradan yenə baş verib. Mehdi doktorla tanışdığınız necə oldu bəs? Mehdi doktoru Instagramda gördüm, pasientlərinin danışıqları falan hamısına bir neçə aylar qulaq asandan sonra ümid elədim ki, mənə də kömək olacaq və yaxşı ki gəldi.